Rövşən Caniyev 1975-ci il yanvarın 27-sində Azərbaycanın Lənkəran şəhərində polis ailəsində anadan olub. Azərbaycan vətəndaşı, orta təhsilli və ailəli olan Rövşən 17 yaşı olarkən polis işçisi olan atası Azərbaycanda fəaliyyət göstərən kriminal qruplaşmalardan birinin nümayəndələri tərəfindən qətlə yetirilir. 1996-cı ildə müttəhimlər kürsüsündə əyləşən atasının qatili Caniyev ailəsinin üzvlərini ölümlə təhdid edir. Bu zaman məhkəmə zalında olan Rövşən tapança ələ keçirərək cinayətkarı qətlə yetirir. Rövşənin ruhi vəziyyətini nəzərə alan məhkəmə ona 2 il həbs cəzası kəsir. Səbail rayon məhkəməsinin 4 mart 1997-ci il tarixli qərarı ilə cəzadan şərti azad olunur. 2000-ci ilin iyununda Caniyev Bakıda Vorzakon Kəramət Məmmədovu güllələyir və ağır yaralayır. Avtoritetlər tərəfindən ələ keçirilən Caniyev o qədər möhkəm döyülür ki, kəllə-beyin travması alır və ruhi xəstəlikdən əziyyət çəkir. Həkimlər psixi ekspertizadan keçən Rövşənin təcili müalicə olunmalı olduğunu bildirirlər. Elə həmin il istintaq dayandırılır və qərar qəbul edilməsi üçün iş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilir. Qəsdən adam öldürməyə cəhd və qanunsuz olaraq odlu silah, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama maddəsi ilə ittiham olunur. Məhkəmə qərarı ilə Caniyev müalicə almaq üçün psixi dispanserə göndərilir. 2001-ci ildə Sabunçu rayon məhkəməsinin qərarı ilə isə Caniyev cinayət məsuliyyətindən azad edilir. 2002-ci ildə Rövşən barəsində cinayət işi təzələnir. Lakin o istintaqdan qaçıb gizləndiyinə görə onun barəsində 1 iyul 2002-ci ildə beynəlxalq axtarış elan olunur. Rövşənin kriminal aləmə gəlişində Azərbaycanlı Vorzakon Mirseymur Abdullayevin adı keçir. 2003-cü ildə Abdullayevin, daha sonra Hikmət Muxtarov, Çingiz Axundovun sirli ölümü, Baxa ləqəbli Baxış Əliyev və Vaqif Lənkəranskinin həbsindən sonra Moskvada azərbaycanlıların biznesinə nəzarət Rövşən Lənkəranskinin əlinə keçir. Bundan başqa Rövşən 2003-cü ildə Sankt-Peterburqdakı mütəşəkkil cinayətkar dəstənin lideri Elçin Yevlaxskinin ölümündə təqsirli bilinir. Lakin o girov müqabilində azadlığa çıxa bilir. 2008-ci ilin fevralında Caniyev Kiyevdə hüquq mühafizə orqanları tərəfindən saxlanılır və məhkəmə qərarı ilə ona 40 sutka həbs verilir. Adına cinayət işi açılan ölkəsinə ekstradisiyası gözlənilən Rövşənə hüquq müdafiəçilərinin xahişi ilə gözlənilmədən qaçqın statusu verilir və o Ukraynada sığınacaq alır. Lakin 2009-cu ilin dekabrın 3-də Ukraynada həbs olunaraq dekabrın 13-də Azərbaycana ekstradisiya olunur. 2010-cu ildə Bakıda qanunsuz silah saxlama maddəsi ilə haqqında cinayət işi açılır. Dövlət ittihamçısı Rövşən Caniyevin 12 il müddətini azadlıqdan məhrum edilməsini istəsə də, məhkəmə ona 2 il 10 ay 19 gün həbs cəzası kəsir və buna baxmayaraq Rövşən elə məhkəmə zalından azadlığa buraxılır. Elə o vaxtdan Azərbaycanı tərk edən Lənkəranski Moskvada qısa zamanda Azərbaycanlı avtoritetlər arasında nüfuz, eləcə də iki ən böyük düşmənini qazanır. 2010-cu ildə nüfuzlu Vorzakon Detxasanın qətli kriminal aləmdə şok effekti yaradır. Qətlin sifarişçisi kimi isə Lənkəranskinin adı hallanır və həmin qətldən sonra Rövşənə qarşı 2 sui-qəsd xəbəri yayılır.